Salam dostlar. Eyvaz Hoca kanalında xoş gördük sizləri. Bugün 2024-cü il 1-ci qrupun 2-ci qəbulu üçün bir məsələni 24-cü çalışmanı sizə təqdim etmək istəyirəm. Blokda düşmüş çalışmadır. Şəkildə görürsünüz ABC böyük 0. Bunları verib burada bu ifadənin qiymətini tapmaq lazımdır. Açıq testdir. Deməli biz necə eləyə bilərik? Loqaritma P üstü 4 AB bunlar tərəf-tərəfə toplasaq P üstü 4 A böl B bərabərdir 8. Bilirsiniz ki, toplum olduqda vurma alınır. Alınır loqaritma P üstü 4. Bunlar bir-birinə vurduqda B'lər gedir. Burada A kvadrat qalır. Bərabər 8. Və buradan birisi 2 yuxarıdan 4 aşağıdan çıxacaq. Loqaritma P A8. Bunlar ixtisar 2. Buradan da belə çıxır ki PA bərabərdir. Bunlar ixtisar gedirdi. Hər tərəf 16. Həmin yolla indi çıxsaq loqaritma P üstü 4 AB çıxaq loqaritma P üstü 4 AB bərabərdir. Çıxdıqda bilirsiniz ki, burada 4 olacaq. Çıxanda birisi bölmədir. Loqaritma P üstündə 4. Böldükdə bilirsiniz ki, B tərsinə dəyişir. Bu kəsir. B'lər qalar gedir. B kvadrat qalır. Bərabərdir 4. Yenə 2 4-də 2 olacaq. Loqaritma P B bərabərdir 4. Yenə 2 gedir. 2-də 1 qalır. Və biz burada alırıq. Loqaritma PB bərabərdir 8. İndi bizdə nə lazım idi? Loqaritma P'dən A bölək P'dən B. P'dən A 16'dır. P'dən B də 8'dir. Bərabər nəyə? 2. Düzgün cavab 2'dir.